Deməli, bugün sizlə dərsimiz çevrə olacaq. Çevrə, radius və diametr. Diametri bilmək üçün əvvəlcə radiusu bilməliyik. Günəş, bu mövzu ilə sən az da olsa tanışsan. Deməli, uşaqlar, çevrənin mərkəzindən keçən nöqtədən birləşən xətt radiusdur. Baxın, bu radiusdur. Əgər bu xətti mən uzun davam elətdirsəm və buradan bura qədər də radiusu olacaq uşaqlar. Baxın, buradan bura hissə də radiusdur. Günəş, buradan bu hissə də radiusdur. Amma bunun bütöv özü, diametrdir. Buna əsasən biz belə bir düstur çıxarda bilərik ki, deməli, diametr bərabərdir 2 radiusa. Tutaq ki, bura bir ədəd versək, Günəş, mən desəm ki, radius 3-dür. Onda diametr neçə olar? Diametr. Ay, sağ ol, 6 olar. Deməli, bax, buradan burada radiusdur, elə deyilmi? Buradan burada radiusdur. Və hər ikisi 3-dürsə, diametrdə 2 dənə radiusa bərabərdir də. Bax, 3, 3. Deməli, bu çevrənin diametri neçə olar? Diametri 6 olur. 6, tutaq ki, santimetr yazaq da, eləmi? Deməli, diametr nəyə bərabərdir?